Yunan Roma udar ya sərbəst güləş. İndiki vaxtda əlbəttə klassik. Yunan Roma. Futbol desən. Futbol deyil. Futbolu deyil. Güləşi demir, futbolu deyil. Doğrudan futbolda nətərdir vəziyyət? Futbolda indi bu deyəcək. Orada da üstələmisiniz. Həmcə cığallığı hepimiz dalaşırıq, bir də bölmüşük. Bu deyir mən deyirəm mən. Biz internat vaxtında, yəni məktəb vaxtında həmişə bonilər tutmuşuq. Həmişə. Futbolda. Sonra gəldik bir yerdə məşq elədik. Qapıcı kimdir onlarda adətən qapı? Bu arada işlərində durur qapıda. Pas vermirlər, durur qapıda. Sonra deyib başlayır oynamağa. Demək bunlarda bizim dövrümüzdə hansı ki bizim yaşlarımız Cəbraildir, Həsəndir, mənəm, Həsən biz futbol oynayanda bundan bir zəif yerini tutmuşduq da. Bunlara 2 nəfər Cəbrail ilə Hacı qabaqda dururdular belə, gözləyirdilər ki, pas top gəlsin də. Top gəlsəydi, yəni sözün əsl mənasında orada Messi ilə eləyəcəkdilər də. Sadəcə top gəlsəydi. Bizə səhvi tutmuşduq, zəif yerini tutmuşduq. Mən durdum Cəbrailin yanında, bir nəfər də qoyduq Hacı yanına, bunlara top düşməsin. Klassiklərin korpusu da şeydir axı. Ən cığal güləşəndir. Azərbaycanda. Hacı Əliyev. Hacı Əliyevlə eyni komandada oynadın. Təsəvvür elə. Bizim öz oyunçularımızı da azdırır. Cığallıq indi biz gənclər də izləyir də, gənc güləşçilər, sizin davranışlar maraqlıdır onlara. Cığallıq başqa tərəfdən baxanda məğlubiyyətlə barışmamaqdır da. Və Cəbrail mənim də elədi, siz elə başa düşün. Bu yaxşıdır yoxsa? Mən sizə deyim, Cəbrail sözüm var idi mən deyim. Mən sizə deyim. O deyəcək cığallıq. Hə yox, bütün bu həqiqətən bu yaşamışıq da təbii ki, azlaşmıyordur. Bütün idmançılarda cığallıq var. Amma cığallığın sənə kiməsə cığallıq biraz xarakterdir. Yəni xarakter. Uduzmaq istəməmək. Uduzmaq istəməmək. Məğlubiyyəti qəbul etməmək. İstəyə bilən, yəni o cığallıq olmayan adam, yəni taleyi ilə barışan adam böyük köşə ola bilmir.